Salam uşaqlar. Yarışmamıza xoş gəlmisiniz. Bugünkü yarışmamız həm şifahi xalq ədəbiyyatı, həm mədəniyyət abidələrimiz və əlavə suallar da olacaq. Hazırsınız? Bəli. Elə isə başlayaq. Qalalarımız haqqında nə bilirsən Nuray? Qalalarımız haqqında məsələn Qız qalası 8 mərtəbədən ibarətdir. 28 metrdir. Bakıda yerləşir. O dənizə yaxın ərazi. Bakıda dənizə yaxın ərazi. Bəsdir. Əlavə qalalarımız Raul. Hansı qalaları tanıyırsan? Gələrsən, görərsən qalası. Sonra Pəri qalası. bu qalalar nə məqsədlə tikilirdi? Qalalar körpə uşaqları, qızları qorumaq üçün Qadınları. tikilirdi. Qadınları qorumaq üçün. Düşmənlərdən. Hər iki yoldaşımızı alqışlayırıq, oyunumuza davam edir. Əziz, şifahi xalq ədəbiyyatının ikinci adı necə adı? Folklor. Folklor. Hansı folklor nümunələrini tanıyırsan? Dastanlar, laylalar, atalar sözü, nağıllar, tapmacalar. Afərin. Hər iki yoldaşımızı alqışlayırıq, oyunumuza davam edir. Bayatlar haqqında bizə məlumat ver. Mənimə bayatlar 4 misradan. Mənə 1-2 Qulaq. Mənimə bayatlar 4 misradan. İzləyək bunu, sonra sən deyək. Bayatlar 4 misradan ibarət olur. Mənimə 1 2 3 mənimə 1 2 4 Mən deyə bilərəm 1 2 4 həm qafiyə, 4 mən 3 isə sərbəst olur. 3 və 4 fikirdir. Fikir bizə gəlir fikir bizə çatır çatır. 3-cü, 4-cü misrada. Yaxşı. Hər ikisinin sualını qəbul elədim. Çoroğlu kimi idi Fatimə? Mənim Köroğlunun əsl adı Rövşən idi. Atasının adı Alı kişi idi. Hansısa atası hansı sənətlə məşğul? Mehtər, atlara baxırdı, Həsən xanım. Həsən xanın atına baxırdı. Hər iki yoldaşımızı alqışlayırıq, oyunumuza davam edir. Yaxşı. Cavad xan kimi idi? Gəncə xanım. Gəncə xan idi. Yaxşı. Hansı şifahi xalq ədəbiyyatının nümunələrini tanıyırsan? Çoroğlu. Şifahi xalq ədəbiyyatının nümunələri. Dastanlarında tapmacalar, atalar sözləri, laylalar oxu. Yaxşı. Dastanlar neçə yerə bölünür? 2 yerə. 1-1. Zəhra, dastanlar neçə yerə bölünür? 2 yerə. Hansılardır? Qəhrəmanlıq dastanları, bir də Mən deyim, qəhrəmanlıq dastanı, məhəbbət dastanları. Hər iki yoldaşımızı alqışlayırıq. Rıza yerində əyləşir. Zəhra bizimlə davam edir. Hansı qəhrəmanlıq dastanları tanıyırsan Zəhra? Bir də Qorqud dastanı, Koroğlu dastanı. Yaxşı. Kitab Dədə Qorqud dastanı, bir də Koroğlu dastanı. Salur Qazana hansı dastanda rast gəlmişik? Salur Qazan, Kitab Dədə Qorqud. Sonra hansı obrazlara rast gəlmişik orada? Mənim Qazan xan, Qazan xan ilə Salur Qazan Qaraca idi. Çoban, Qaraca Çoban. Səcrəy, Əcrəy. Afərin. Yaxşı. Hər iki yoldaşımızı alqışlayırıq. Hər ikisi də yerində əyləşir. Yerində oyunumuza davam edir. Bağışlayın. Oyunumuza davam edir. Kitab Dədə Qorqud kimi də Zeynəb. Oğuz saqqalı. Oğuz elinin ağsaqqalı. Oğuz elinə necə ağsaqqallıq edirdi? O hər şeyə ad verir. İgidlərin adını necə verirdi? Necə olurdu igidlərə ad qoyurdu? Zeynəb necə olurdu igidlərə ad qoyurdu? Hər iki yoldaşımızı alqışlayırıq, hər ikisi də yerində əyləşir. Əli necə olurdu igidlər? İgidlər o qəhrəmanlıq göstərirlər. Onları da Eşitdin Oğuz Zeynəb? elinin ağsaqqalı da Qorqudda onlara ad qoyurlar. Deməli, onlar 15 yaşına qədər müəyyən bir dövrə qədər gəlib çatırdılar, adsız böyüyürdülər, öz hünər göstərirdilər, o hünərlərinə uyğun Dədə Qorqud onlara ad qoyulmuş. Belə. Muğamlar neçə yerə bölünür? 7. 7 hansılardır? Raz, Şu, Seca, Səhərgah, Batı, Şiraz, Şişlər, Humayun. Müəyyən. Hər iki yoldaşımızı alqışlayırıq, hər ikisi də oyunumuza davam edir. Hümayun muğamının müəllifi kimdir? Muğamların müəllifi olmur.
Niyə Orxan muğamların müəllifi olmur? Çünki onlar xalq tərəfindən yaradılıb. Xalq tərəfindən yaradılıb. Hər iki yoldaşımızı alqışlayırıq, oyunumuza davam edir. Şifahi xalq ədəbiyyatı əvvəl yaranıb, yoxsa yazılı ədəbiyyat? Şifahi xalq ədəbiyyatı. Dəniz necə olub şifahi xalq ədəbiyyatı yaranıb? Qəbulda insanlar yada bilmirdilər deyə ağızdan ağıza yazır bu Deyirdilər, ondan deyə bu günə qədər gəlib çatıb. Hər iki yoldaşımızı alqışlayırıq, oyunumuza davam edir. Şifahi xalq hansı xalq musiqisini tanıyırsan? Səma. Pəncərədən daş gəlir, sarı gəlir. Afərin. Sarı gəlin, pəncə. Bayatlar haqqında nə bilirsən? Bayatı 4 misradan ibarətdir. 1, 2, 4 həm qafiyə, 3 sərbəst. Üçüncü sərbəst olur. Hər iki yoldaşımızı alqışlayırıq, oyunumuza davam edir. Hansı xalq musiqi alətlərini tanıyırsan Hüseyn? Nağara, tar, çamança, qaval. Tar, çamança, qaval. Hər iki yoldaşımızı alqışlayırıq. Hüseyn yerində əyləşir, Dəniz bizimlə davam edir. Muğam ifaçıları necə adlanır? Xanəndə. Xanəndə. İbrahim hansı xanəndələri tanıyırsan? Cabbar Qar, Yağdoğlu, Seyid Şuşuniski, Xan Şuşuniski, İslam Rızayev. Afərin. Hər iki yoldaşımızı alqışlayırıq, oyunumuza davam edir. Ümummilli liderimiz kimdir? Heydər Əliyev. Heydər Əliyev. Cavad xan kimdir? Cavad xan. Cavad xan kimdir? Cavad xan. Mən deyim. Yox, yox. Bunlardan biri deyəcək. Sizin oyununuz deyil. Cavad xan kimdir? Hər iki yoldaşımızı alqışlayırıq, hər ikisi yerində əyləşir. Cavad xan Gəncə xanıdır. Gəncə xanıdır ha o. Cavad xan Gəncə xanıdır. Qəhrəman xanımızın adını unutmaq olar ha o. Yox. 28 Respublika nə günüdür? 28 Respublika 28 may nə günüdür? müstəqillik günü. Respublika. Respublika. Özüm sualına cavabını vermişdim. Bu sualı ona görə saymıram mən. Səhv. 28 may Respublika günüdür. Və 18 oktyabr əziz nə günüdür? Müstəqilliyimizin bərpası. Bərpası günüdür. Yaxşı. Şifahi xalq ədəbiyyatını dediniz, hansı nümunələrini tanıyırsınız? Dastanlar, laylalar, nağıllar, tapmacalar, atalar sözü. Atalar sözü bir dənədir. Dama göl olar. Birini də səndə. Tələsən təndirə düşər. Tələsən. Yəni bir işi ikinci dəfə görər də bu anlamda deyilir. Yaxşı. Muğam ifaçıları necə adlanır? Xanəndə. Milli deyəndə nə başa düşürsün? Yəni xalqın özünə aiddir. Hər bir xalqın özünə məxsusluğunu göstərir. Hansı milli yeməklərimizi tanıyırsan? Dolma, pilov, paxlava, şəkər bura. Şirniyyatları. Hansı milli bayramımızı tanıyırsan? Novruz bayramı. Novruz bayramımızı. Sonra hansı? Novruz bayramı, sonra Sonrası var yəni Xeyr, bayram. yox. Yox. Hər iki yoldaşımızı alqışlayırıq, oyunumuza davam edirlər. Yaxşı. Qazan xan kim idi? Qazan xan Gəncə xan. Xeyr, məmə Qəzan xan, məmə oğluna nəsiyyətini çəkir. Hansı dastanda rast gəlibsən? Məmə çoban. Hər iki yoldaşımızı alqışlayırıq, hər ikisi də yerində əyləşir. Qazan xan kim idi? Kitabı Dədə Qorqud dastanında mənlə iştirak eləmişdim. Ona rast gəlmişdi. Oğlunun adı nə idi? Ulus. Uruzda. Hər iki yoldaşımızı alqışlayırıq, oyunumuza davam edir. Yaxşı. Dediniz milli deyəndə nə başa düşürük? Hər bir xalqın özünə məxsusluğuna. Yaxşı. Bəs beynəlxalq deyəndə nə? Bütün dünya. Mənim bütün dünya respublikası günüdür. Bütün yəni hə, çox xalqlar. Yaxşı. İndi hansı beynəlxalq bayramlarımızı tanıyırıq? Yeni bayramı. Yeni il bayramı. Beynəlxalq deyil. Beynəlxalq qadınlar bayramı. Mənim yeni il bayramı, mənim bir də 8 mart. Başqasını tanımırsınız? Mənim bir də Başqa beynəlxalq bayramı. Kişilər bayramı nə vaxtdır? Mənim 26
Hər iki yoldaşımızı alqışlayırıq. Hər ikisi də yerində əyləşir. Mən deyə bilərəm. Mənə beynəlxalq ana dili günü 21 ay. Birinci İsmaili qulaq asaq. Mənə beynəlxalq ana dili günü. Ana dili günü 21 fevral demək lazım. Sən indi birində 8 mart qadınlar günü, beynəlxalq qadınlar günü. birini də yenəsən. Mənə yeni il var. 31 dekabr yeni il. Var. Yaxşı, qəbul elədim. Milli bayram hansı idi? Novruz bayramı. Dini bayram hansı idi? Qurban bayramı, Ramazan bayramı. Ramazan bayramı. Yaxşı, hər iki yoldaşımızı alqışlayırıq, oyunumuza davam edir. Çoroğlu kimdir? Çoroğlu'nun əsadı Rövşəndir. Atasının adı Alışıdır. Çoroğlu'nun bir dəqiqə. Çoroğlu'nun Rıza yaşadığı yer hara idi? Çənlibel. Başına toplaşan qəhrəmanlar necə adlar? Dəli. Niyə dəli deyirdilər onlara? Niyə dəli deyirdilər? Çünki o vaxt qəhrəmanları hünər belə deyirdilər də, dəli adlandırdılar. İndi başa düşdüyünüz dəli anlamında deyildi. Hansı dəliləri tanıyırdın? Hər iki yoldaşımızı alqışlayırıq, hər ikisi yerində əyləşir. Çoroğlu'nun başına toplaşan hansı dəliləri tanıyırsın? Heç olmasa birinin adını deyin. Hər iki yoldaşımızı alqışlayırıq, yerində əyləşir. Siz hansı dəliləri tanıyırsınız? Hər iki yoldaşımızı alqışlayırıq, yerində əyləşir. Siz hansını tanıyırsınız? Çoroğlu'nun başına toplaşan dəlilərdən. Yoxsa birinin adını deyin. Hər iki yoldaşımızı alqışlayırıq, yerində əyləşir. Siz deyin. Dəli. Dəli Həsən. Dəli Həsən. Dəli Həsən. Yoxsa birinin adını, birinin ikisinin adını öyrənin də. Dəli Həsən. Dəli Həsən. Çoroğlu'nun atlarının adı nə idi? Qırat. Qırat, Dürat. Ən çox hansı addan istifadə edir? Qırat. Qıratdan. Çoroğlu'nun qıratını hilə işlədib qaçıran Həsən. Keçəl Həmzə. Keçər həmdə, hə. Keçəl Həmzə. Atasının adı nə idi? Ağlı kişi. Öz adı nə idi əsl adı? Rövşən. Rövşən. Yaxşı. Hər iki yoldaşımızı alqışlayırıq, oyunumuza davam edər. Yaxşı. Qazan xana dedik harda rast gəlmişik? Kitabı da dastanında mən də. Cavad xan kimi idi. Mənim Cavad xan Gəncə xan idi. Gəncə xan idi. Sonra hansı xanları tanıyırsan? Cavan Şahları, xanları hansıları tanıyırsan? Nadir Şah, Ümummilli liderimiz kimdir? Heydər Əliyev, Heydər Əliyev. Prezidentimiz kimdir? İlham Əliyev, Yaxşı. 12 dekabr nə günüdür? teatr günü. 12 dekabr nə günüdür? Hər iki yoldaşımızı alqışlayırıq, yerində əyləşir. 12 dekabr nə günüdür? İlham Əliyevin, Heydər Əliyevin anım günü. Anım günü. 12 dekabr Heydər Əliyevin anım günüdür. Bəs Heydər Əliyevin doğum günü nə vaxtı? Orxan. 18 sentyabr. 10 may. Hər iki yoldaşımızı alqışlayırıq, oyunumuza davam edir. Yoldaşız 18 sentyabr dedi. 18 sentyabr mı? Bir. Əzizdən soruşaq. Musiqi günü. Üzeyir Hacıbəyli'nin doğum günü. Üzeyir Hacıbəyli kimdir? Üzeyir Hacıbəyli Azərbaycanın Dünya xalqları Azərbaycanın ilk operasını qoyub. Dünya xalq yox, yaxın şərqdə. Bəstəkardır. Yaxın şərqin ilk operasını qoyub Leyli Məzlum əsəri ilə. Afərin. Hər iki yoldaşımızı alqışlayırıq, oyunumuza davam edir. Hansı şairləri tanıyırsınız? Əhməd Cavad. Qara Qarayev. Bir dəqiqə. Bəstəkardır.
Əhməd Cavad. Bir indi İsmail desən, sonra sən. 3 dənə İsmail sənsə, üçün də əlavəsin Orxan sayır. Əhməd Cavad. Cavad. Sən say. Bəxtiyar Vahabzadə. Nizam Gəncəvi. Nizami Gəncəvi. Nizami Gəncəvi haqqında bizə biraz məlumat. Nizam Gəncəvi 12-ci əsrdə yaşayıb. Əsl adı İlyasdır. İlyasda hansı əsərləri var? Əsərləri nə adı altında çap olunub onun? Mən çərpiz kəsən ikisini dastan. Yox. Yaxşı, bunu bilmədiniz. Başqa bir sual. Xəmsə adı ilə məşhur olub da beşlik. Xəmsəyə daxil olan əsərlərin heç olmasa birinin adı. 7 gözəl İskəndərnamə. Yaxşı. Aydındır. Himnimizin müəllifləri kimdir? Musiqisi Üzeyir Hacıbəylidir. Sözlərdə Əhməd Cavad. Üzeyir Hacıbəyli dediniz nə vaxt anadan olub? Üzeyir Hacıbəyli. Yox. Nə vaxt anadan olub? 1800. Yox, ayın tarixini de mənə. Hansı ayda, ayın neçəsi? Hər iki yoldaşımızı alqışlayırıq, yerində əyləşir. Mən Yox. 18 sentyabr. 18 sentyabr bəs musiqi günü niyə deyirik? Üzeyir Hacıbəylinin həm də doğum günüdür. Hansı qalaları tanıyırsınız? Qız qalası, Şirvanşahlar sarayı. Mən Şirvanşahlar sarayı. Şirvanşahlar Qız qaladır. qalası, Mömmə xatun, Məqbərədir. Məqbərədir. Yaxşı, sən say əziz. Mənim Qız qalası, Pəri qalası, sonra gələrsən görərsən qalası. Hər iki yoldaşımızı alqışlayırıq, oyunumuzun qalibi əziz olur.